Beyin fəaliyyəti dəyişmə mexanizmi kəşf edildi. Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bunu aşkar ediblər ki, motor hərəkətləri arasında keçid ayrı bir sinir prosesini təmsil edir və cari hərəkətin davamı deyil. Alimlər beynin dərin stimullaşdırılması zamanı Parkinson xəstələrinin monitorinqini aparıb, xəstələr video oyunlarda tapşırıqları yerinə yetiriblər. Beyin fəaliyyəti isə real vaxt rejiminə uyğun olaraq qeydə alınıb. Parkinson xəstəliyində hərəkəti tənzimləyən və hərəkət pozuntuları ilə əlaqədar olan subtalmik nüvəyə xüsusi diqqət yetirilib. Komanda həmçinin müşahidə məlumatlarını dəstəkləmək üçün hesablama modeli işləyib hazırlayıb. Nəticələrə görə sürətli keçid lazım olduqda beyin əvvəlkinin tamamlanmasını gözləmədən birbaşa yeni hərəkəti aktivləşdirir. Bu kəşf neyrostimulyasiya üsullarını təkmilləşdirə və Parkinson simptomlarını daha dəqiq müalicə edə bilər. Bu kəşf eyni zamanda adaptativ hərəkət idarə etmə sistemlərini yaratmaq üçün robotexnikada da tətbiq olunmaq üçün nəzərdə tutulur.